Salam aleykum, Masalı şəhər sakinləri. Füzuli küçəsində, bir nömrə məktəbə yaxın olan ərazidə, düz asfaltın 1 metr məsafədə, düz asfaltın düz yaxınlığında gözəl bir 2 mərtəbəli evimiz hazır paket kupça ilə satışa çıxıb. Evimizin həyəti ilə tanış edirəm inşallah. Evimizin meyvə ağaclarına ibarətdir. Həyətdə belə tuvalet tamam mövcuddur. Yəni ki görürsünüz. Evin arxasına, sağına, soluna rahat şəkildə keçmək mümkündür. Bu cür gözəl mənzərəyə malikdir. Prosto birinci mərtəbə tikilib, remontsuz qalıb. Evin arxasına keçmək olmur, amma sağına, soluna, qarşısına rahat şəkildə keçmək mümkündür. Bugünkü gün gözəl qiymətə dəyərləndirir. Pəncərələr taxılıb, lazım olan yerlər remont olunub. Arxasına rahatçılıqla bu qaydada keçmək olur. Metr yarım məsafəsi var. Evin hər tərəfi bu gözəl şkatur suvağı ilə suvalmışdır. Görürsünüz özünüzdə. Rahat şəkildə evin arxasına, sağına, soluna keçmək mümkündür. Evimizin qaraj hissəsidir, maşınızı daxil edə bilərsiniz. Bu da evimizin giriş qapısıdır. Girərkən evimizi belə bir gözəl foy ilə rastlaşırsınız. Yeri ilə polu qalıb, divarın ağarmağı qalıb. Yəni bu cür satışa çıxıb. Aşağı mərtəbədən şkator vurulub, yeri ilə pataloku qalıb. Bu da qarajın giriş hissəsidir. Bu da pilləkənlərlə yuxarı çıxmaq. Və burada belə bir gözəl mənzərələ rastlaşırsınız. Burada sahibi vaxtı ilə idman zalı edib fəaliyyət göstərmir. Burada bir hamam tualetimiz var. Burada da balaca bir qlavovka eləyib, əşyaları yığmağa dilə sursat. Gözəl bir pəncərəsi. Bundan da yuxarı çıxmaq. Belə bir oturub, olduğun kimi istifadə edə bilərsiniz. İkinci mərtəbəsi girən kimi həyətin belə gözəl mənzərəsini görə bilirsiniz. Bitməkdən ibarətdir. Onun tuvalet gözəl remont olunub. Bu da hamam hissəsi. Evimiz girərkən belə bir gözəl koridorla sizi tanış edirəm. Ev normal remontludur. İstəyən aboyunu dəyişə bilər. Və bu da kukulam var. Bu evimizin ki, birinci yataq otağı. Desko tadı eləmək mümkündür. Bu evimizin ikinci yataq otağı. Evimiz gözəl remont olunub. Tam ideal deyil, amma gözəldir. Bu evimizin üçüncü yataq otağı da mümkündür. Hər cürə bilirsiniz, çalışmıyorlar. Və otaqdan otağa keçid. Bir dənə də belə bir otağımız var. Mənzərəni görmək bu qaydada mənədir. Evimizin belə bir balkonu var. Balkon prosto remontsuzdur. Bu da evimizin 5-ci yatağı. Köşə otağı ibarətdir.
5 otaq, qəriblər qudma. Super də qəşəng havalandırma var.